Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün əbob və əkobu yenidən izah edəcəm. Çox diqqətli qulaq asırsınız. Birinci başlayırıq əbobdan. Əbob dedik uşaqlar nədir? Ən böyük ortaq bölən deməkdir. Ən böyük ortaq bölən, yəni qısaca əbob deməkdir. Ədədlərin ən böyük ortaq böləni əbobu necə tapılır? Biz demişdik ki, birinci qayda ilə nə edirdik? Yəni, məsələn, 12 ilə 18-i gəlin əbobunu tapaq. Əbobunu tapanda hər iki ədədlər sadə qruplarına ayrılır. Sadə qruplar nə deməkdir? Biz bilirik ki, ən kiçik sadə ədədimiz 2-dir. 3, 5, 7, 11, 13, 17. Bunlar bizim məşhur sadə ədədlərimizdir. Yəni, bu zonada sağ tərəfdə ancaq sadə ədədləri biz qeyd edə bilərik. Digərlərini qəti şəkildə qeyd edə bilmərik. Yəni, başlayırıq 12 nəyə bölünür? Biz bilirik ki, 12 2-yə bölünür. Sonuç 3 rəqəmlə bitir. Eləyir 6, 2-yə bölünür 3, 3-ə bölünür 1. 18 2-yə bölünür 9, 3-ə bölünür 3, 3-ə bölünür 1. Düzdürmü? Əbobunu tapanda nə edirdik? Ortaqlar. Burada 2 var, burada da var, seçirik. Burada 3 var, burada da 3 var, seçirik. Başqa hər ikisində ortaq var, yoxdur. Hasil edəcək neçə? 6. Deməli, 12 ilə 18-in əbobu nə oldu? 6. Əbob seçdiyimiz ədəd həm 12-yə bölünməlidir, həm də 18-ə bölünməlidir. Baxın, bir dənə nümunə çəkəcəm. Məsələn, əbob 15 ilə 25. Nə edəcəm? 15-i də vuruqlarına ayıracam. 3-ə bölünür 5, 5-ə bölünür 1. 25-i də vuruqlarına ayıracam. 5-ə bölünür 5, 5-ə bölünür 1. İndi nə edəcəm uşaqlar? Ortaq olanlar. Ortaq olan nə var? 5. İndi tutaq ki, elə bir ədəd deyəcəm ki, yazıram əbob 27 ilə olsun, 27 ilə 25 olmasın, lap olsun 35. İndi baxıram, 27-ni vuruqlarına ayıracam, 3-ə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. 35-i vuruqlarına ayıracam, 5-ə bölürəm 7, 7-yə bölürəm 1. İndi diqqətlə qulaq asırsınız ki, baxırsınız. Bunların baxıram ki, 27-də sadəcə 3-lərdən ibarətdir, 35 də 5-dən 7-dən ibarətdir. Ortaq bölən varmı hər ikisində? Yoxdur. Əgər ortaq bölən yoxdursa, əbobu nəyə bərabərdir? 1-ə bərabərdir. Bunu ümumiyyətlə yaxşı bilməlisiniz. Əgər əbobu 1-ə bərabərdirsə, deməli onda bunlar qarşılıqlı sadə ədədlərdir. Yəni, biz demişik ki, qaydada birdən başqa ortaq böləni, birdən başqa ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, dedik hansı oldu? 27 ilə 35. Və bir qayda da əlavə edirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Sonra bir qayda daha əlavə edirik. Ardıcıl ədədlər bir-biri ilə qarşılıqlı sadədir. Məsələn 18-19 uşaqlar qarşılıqlı sadədir. 20-21 qarşılıqlı sadədir. 32-33 qarşılıqlı sadədir. Və qeyd etdik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Yəni, məsələn, əbob tutaq ki, 17 ilə 18 soruşsa bizdən, avtomatik qeyd edəcək nəyə bərabərdir? 1-ə. Aydın oldu mu? Əlavə bir məlumat da verim ki, ardıcıl cüt ədədlərin əbobu nəyə bərabərdir? 2-yə bərabərdir. Məsələn, ardıcıl yazıram 4 ilə 6.
uşaqlar, əbob 4, 6 verəcək mənə 2-ni. Məsələn, əbob 10 ilə 12 verəcək mənə 2-ni. Bura qədər hamıya aydındırmı? Sonra keçirəm. Buranı necə silim mən? Silim. Hə. Sonra keçirəm əkoba. Başa salacağım sizə əkob. İndi əkob nə deməkdir? Əkob. Əkob ən böyük nə idi? 2 ilə başlayır. Ən kiçik ortaq bölünən deməkdir. Ən kiçik ortaq bölünən. Əkob deməkdir. İndi baxırsınız. Diqqətlə qulaq asın. İndi tutaq ki, mən deyirəm ki, əkob 12 ilə 18. Bu nə əkobunu tapacağım? Yenə nə edirəm? Vuruqlarını ayırıram. 12-ni də 18-i də. 2-yə bölürəm 6, 2-yə bölürəm 3, 3-ə bölürəm 1. 18-i 2-yə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. Ən böyüyü seçirəm. Olacaq neçə? 18. Ortaqları dairəyə alıram. 18-ə fikir vermirəm. 12-də yerdə qalan nədir? 2. 2-yə vururam. Elədi 36. Deməli, əkob oldu 36. Bir daha bir nümunədə çəkəcəm. Əkob. Məsələn, əkob olsun 25 ilə 15. Yenə bunların vuruqlarını ayıracağım. 25-i də, 15-i də. 5-ə bölürəm 3, 3-ə bölürəm 1. 5-ə bölürəm 5, 5-ə bölürəm 1. Sonra nə edirəm? Ortaqları dairəyə alıram. Ən böyüyü seçirəm. 25 vuraq. Daha 25'e baxmıram. Yerdə nə qaldı burada? 3. Vuracam eləcək neçə? 75. Tutaq ki, ortaq böləni yoxdur. Məsələn, deyirəm ki, əkob məsələn 8 ilə olsun 25. Baxıram ki, 8-i də 25-i də vuruqlarına ayıranda 4, 2, 2, 1. 5, 5, 5, 1. Burada ən böyük 25'dir. Onu seçirəm. Vuraq. Ortaq yoxdur, görürsünüz. Əgər ortaq böləni yoxdursa, onda belə çıxır ki, bunlar nədir uşaqlar? Ortaq yoxdursa. Qarşılıqlı, sadə. Qarşılıqlı sadə olanda isə bir-birinə vururuq. Bu da eləyəcək 200. Yəni, onda belə bir qayda çıxır ki, qarşılıqlı, sadə ədədlərin əkobu həmin ədədlərin hasilinə bərabərdir. Aydın oldu. Yəni, məsələn, deyirəm ki, əkob, məsələn, bayaqlara mən dedim ki, ardıcıl ədədlər qarşılıqlı sadə olur. Yəni, 5 ilə 6 ardıcıl gəldiyinə görə, əkobun tapanda 5-i vuracam. 6-ya eləyəcək 30. Başa düşdünüz? Ardıcıl ədədlərin əkobu nəyə bərabərdir? Həmin ədədlərin hasilinə bərabərdir. Bu cəbdə. Sonra bir qayda var ki, 2 ədəddən biri digərinə tam bölünürsə, kiçik olanımız yəni bölən nə olacaq? Əbob. Böyük ədədimiz isə ədədimiz isə yəni bölünən nə olur? Əkob. Bunu qayda kimi qeyd edirsiniz. Məsələn, deyirəm ki, əbob 5 ilə 10 və yaxud da ki, əkob 5 ilə 10. Uşaqlar, baxırsınız ki, 15'ə tam bölünür. Tam bölündüyünə görə balaca olacaq əbob, böyük olacaq əkob. Və yaxud da ki, desəm ki, əkob 8-dən 24. 24 8-ə tam bölündüyünə görə əkob olacaq 24. Əgər məndən əbobu istəsəydi, onda olacaqdı 8.
Aydın oldu. Aha, beləncik. Sonra əlavə tapşırıqlar da qeyd edəcəm. İşləyərsiniz.